Yay da qurtardı. Heç yana gedə bilmədik gezməyə. Sən can bilmirsən evi. Dəqiqə başı yığıb bezdirir hardasan, neynisən deyə. Mən də səbrim çatır elə şeyə. Gərək hər dəfə gedəm yenə it kimi çırpam, sonra ağıllana. Maman gelin tapdığı qızla evləndə bilmirdim belə olacaq. Görsən, yenə yığır. Özü də görüntülü. Sən can bir dənə səsini çıxarma da, görüm nə deyil. Alo. Neydirsən? Heç nə, Elarizin studiyasındayam. Görmürsən? Yemək sadı yemisən nəsə? Dünən də gəlməmisən evə, narahatam. Hə, yemişəm, narahat olma. Gec idi elə, studiyada yatdım, ona görə gəlmədim dünən. Bu gün gələrsən də yəqin ki. Mamam ət göndərmişdi rayondan. Axşama istəyirəm dolma bişirim. Sən xoşlayırsan. Az sorğu sual elə də. Gələndə görəcəksən ki, gəldim evdəyəm. Ondan sonra lazım olsa bişirərsən. Niyə qışqırırsan ki? Pis söz dedim nəsə? Uzatma da iş görürəm, danışarıq sonra, davay. Bu qıza həqiqi çatmır. Asən necə qurursuz qadınsan axı. Görür ki, əri bunu vecinə almır. Gel otur evində işivi gör də dinə. Nə dəqiqə baş yığırsan? Mənə də çatmır, sən öl. Yazığım gəlir prosta. Mənə qoşulub qaçmış deyə anası atası yaxın durmur. Yoxsa çoxdan rədd eləmişdim o xarabasına. All I need